Axirət zaman imtahanları zamanı İmam Baqir əleyhissalam buyurur ki, Hüseyn Allahın köməyidir, Ərbəyin Allahın köməyidir. Mənasını deyir, yozun. Hüseyn deyir, Ərbəyini mən deyirəm. Çünki Ərbəyin Hüseynin ən gözəl təzahürüdür. Haqqın, haqlığının sənədi İmam Hüseyndir. Allah bu vasitə ilə kömək eləyir bizə, həmizləyir bizi. Biz nə üçün İmam Hüseyni yad edirik və nə üçün o insan seli bugün Kərbəlada o boyda yol gedir, nə üçün? Allah dostuna ehtiramımızı ifadə eləmək istəyirik. İnnə li qətlil Hüseyn hərarətən fi qulubil müminin la təbrudu əbəda. Hüseynin qətli ilə vurğu ilə deyirəm, möminlərin qəlbində bir atəş yanar ki, heç zaman sönməz. Hüseynin qətli ilə mömin adamların, möminliyin meyarı Hüseynə yanmaqdır. Necə kömək eləyir? Axırıncı sualım. Nə deməkdir bu kömək? Kömək budur ki, ümmət imam münasibətləri islah olur. Kərbəlanın mənası budur. Yəni bir zaman Allahın hüccətini, Allahın dostunu, bəşəriyyətin imamını, insanlığın imamını atdan yerə salıb təhqir elədilər. Öldürdülər, at ayağının altında tapdaladılar, istədilər yedizdirsinlər cəmaata. Ümmətin içindən bir dəstə çıxdı, dedi ki, biz heç zaman bununla barışmayacağıq. Bu olmaz, bu bağışlanmaz cinayətdir. Çünki siz düzəni bir-birinə vurmuşsunuz. O ehtiramın nəhayətində olmalıydı, siz hörmətsizliyin nəhayətini elədiniz. Və bu elə bir hadisədir, yox. Bu bəşəriyyətin ən birinci faciəsidir. Allah dayandı durdu bu məsələnin üstündə ki, gedin problemlərinizin həllini burada tapın. O ona layiq deyildi, onun haqqı deyildi. Onun haqqı özünə qaydana qədər olmaz. Gedin sinə vurun, gedin göz yaşı tökün, gedin ziyarətinə. Hey, bunu olmaz bunu eləmək olmazdı. Hey, bu işi yad eləyin, ürəkləriniz yansın. Bir dəstə Allah inayət elədi ki, bu iş üzərinə götürdü ki, biz də onların içindəyik hələ ki. Ümmət imam münasibətləri bəşəriyyətin düyün olan yeridir. O düyün açılsa insanlıq ağı günə çıxır. Bəşəriyyətin problemi budur ki, bəşəriyyətin imamı var Allahla insanlıq arasında vasitə. O lazım olan yerdə deyil. O düzəlməyincə nə dəyişiklik olsa kosmetikdir. Fundamental deyil. Köklü dəyişiklik o zaman baş verə bilər ki, bu köklü məsələli olsun. İmam gəlib yerini tutmayıbsa, heç bir nizam, intizam, heç bir xoşbəxtlik dadmayacaq bəşəriyyət.